Təmsil, uzunqulaq alıcısı. Bir adam uzunqulağı almazdan öncə onu sınaq müddəti üçün öz evindəki eşşəklərin yanına gətirdi. Yem qabının yanında buraxdı. Yeni eşşək ən tənbəl və acgöz uzunqulağın yanına gedib durdu. Hansından ki ev sahibinə bir xeyir gəlmirdi. Başqa uzunqulaqlara heç nəzər belə yetirmədi. O zaman alıcı eşşəyi aparıb aldığı şəxsə geri verdi. Həmin adam soruşdu ki, sınaq nə ilə bitdi? Alıcı dedi, indi mənə heç bir sınaq müddəti lazım deyil. Bu eşşək özünə yoldaş seçdiyi mənim uzunqulağım kimidir. Təmsildə göstərilir ki, insanlara dostlarına görə qiymət verilir.